Değerli izleyiciler, Azərbaycan Ədəbiyyatı müəllimləri və ibtidai sinif müəllimləri, həmçinin abituriyentlər və şagirdlər. MİQ və sertifikasiya mətnləri silsiləsinin 4-cü dərsimizə başlayırıq. 4-cü mətnimizi səsləndirəcəyim sizin üçün sual gözünüzün qarşısındadır. Əvvəlcə sualı səsləndirirəm, bir daha xatırladıram. Gələcəkdə inşallah bizlər üçün dinləmə mətnləri düşdükdə biz əvvəlcə sualla tanış olmalıyıq ki, mətni dinləyərkən nəyə diqqət etməli olduğumuzu bilək. Bu, mətnin strukturu ilə bağlı bir sualdır. Mətnin strukturu dedikdə, abzaslar, mətnin tərkib hissələri, giriş, əsas, nəticə kimi hissələr başa düşülür. Baxaq, əvvəlcə sualı səsləndirirəm. Mətnin strukturu ilə bağlı doğru fikirləri müəyyən edin. 1. Mətnin əsas hissəsində, giriş hissəsində deyilmiş fikir şərh edilmişdir. 2. Mətnin tərkib hissələri arasında əlaqə zəifdir. 3. Əsas hissəni şərti olaraq 3 hissəyə bölmək olar. 4. Bəzi abzaslar özündən əvvəlki abzasın tərkibində də verilə bilər. 5. Mətndə abzasların ardıcıllığı pozulmuşdur. İndi mətni səsləndirirəm. Dünyada 200-dən çox müstəqil dövlət vardır. Onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Hər bir ölkənin özünə məxsus coğrafi mövqeyi var. Coğrafi mövqeyi ölkənin digər dövlət və coğrafi obyektlərə, okean, dağ və s. nəzərən yerləşməsidir. Ölkələr okean və dəniz sərhədlərinə malik olduqda, onların coğrafi mövqeyi əlverişli hesab edilir. Su sərhədləri olmayan və ya dağlıqda yerləşən ölkələrin coğrafi mövqeyi əlverişsizdir. Adətən, həmsərhəd ölkələr arasında sərhədlər razılaşma əsasında müəyyən edilir. Sərhədlər təbii obyektlərdən, sıra dağlar, çaylar, göl sahilləri boyunca keçə bilər. Qonşu ölkələrin arasındakı sərhədlər razılaşdırıla bilmədikdə, onlar arasında mübahisə, hətta münaqişələr də baş verir. Ölkələrə ərazisinin böyüklüyünə, əhalisinin sayına görə də qruplaşdırmaq olar. Rusiya ərazisinə, Hindistan əhalisinə görə daha böyük dövlətdir. Vatikan, San Marino, Monako isə mikro ölkələrdir. Çağdaş dünyada ölkə üçün ən qiymətli olan nə ərazi böyüklüyü, nə də coğrafi mövqedir. Əsas insan kapitalıdır. İndi bir daha mətni səsləndirirəm. Dünyada 200-dən çox müstəqil dövlət vardır. Onlar müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Hər bir ölkənin özünə məxsus coğrafi mövqeyi var. Coğrafi mövqeyi ölkənin digər dövlət və ya coğrafi obyektlərə, okean, dağ və s. nəzərən yerləşməsidir. Ölkələr okean və dəniz sərhədlərinə malik olduqda, onların coğrafi mövqeyi əlverişli hesab edilir. Su sərhədləri olmayan və ya dağlıqda yerləşən ölkələrin coğrafi mövqeyi əlverişsizdir. Adətən, həmsərhəd ölkələr arasında sərhədlər razılaşma əsasında müəyyən edilir. Sərhədlər təbii obyektlərdən, sıra dağlar, çaylar, göl sahilləri boyunca keçə bilər. Qonşu ölkələrin arasındakı sərhədlər razılaşdırıla bilmədikdə, onlar arasında mübahisə, hətta münaqişələr də baş verir. Ölkələri ərazisinin böyüklüyünə, əhalisinin sayına görə də qruplaşdırmaq olar. Rusiya ərazisinə, Hindistan əhalisinə görə daha böyük dövlətdir. Vatikan, San Marino, Monako isə mikro ölkələrdir. Çağdaş dünyada ölkə üçün ən qiymətli olan nə ərazi böyüklüyü, nə də coğrafi mövqedir. Əsas insan kapitalıdır. İndi siz videonu saxlayaraq sualın doğru cavabını müəyyənləşdirəcəksiniz. Sonra isə mən indi oxu üçün həmin mətni bir daha ekrana gətirəcəyəm. Onda da oxuyub cavablandıracaqsınız. Bu halda nə dərəcədə dinləməniz yaxşıdır, nə dərəcədə oxuyub anlamanız yaxşıdır, onu müəyyən etmiş olacaqsınız.
İndi isə keçən dəfəki dərsdəki mətnin izahına. Keçən dərsdəki mətni bir daha səsləndirirəm, daha doğrusu oxuyuram. Görək, inşallah siz necə cavablandırmışsınız və fikirləriniz düz olubdur. Demək, ölkə əhalisinin yaşayış səviyyəsinə, istehsal edilən məhsulların həcminə, istehsal və qeyri-istehsal sahələrinin inkişafına görə bir-birindən fərqlənir. Bu xüsusiyyətlərinə görə ölkələr insanların həyat səviyyəsi yüksək olan, orta səviyyədə yaşayan və həyat səviyyəsi aşağı olan qruplara ayrılır. Həyat səviyyəsi yüksək olan ölkələrdə elm, təhsil və səhiyyə güclü inkişaf edir. Belə ölkələrə Amerika Birləşmiş Ştatları, Yaponiya, əksər Avropa ölkələrə aiddir. Həyat səviyyəsi aşağı olan ölkələrdə isə əhalinin əksəriyyəti yoxsuldur. Bu ölkələr əsasən Afrika, Asiya və Cənubi Amerikada yerləşir. Bəzi Afrika ölkələrində isə ərzaq və uşaqların təhsil problemləri daha çoxdur. Bu mətnin cavabı A variantıdır. İndi niyə A variantı olduğuna baxaq. Birinci fikir belədir. Avropa ölkələrində elm, təhsil, səhiyyə güclü inkişaf etmişdir. Amma biz mətnə baxanda görürük ki, Avropa ölkələrinin hamısı deyilmir. Əksər Avropa ölkələri deyilir. Ona görə demək, bütün Avropa ölkələrində elm, təhsil, səhiyyə güclü inkişaf etmişdir. Fikri, yəni düzdür, burada bütün sözü yox. Amma fikir belə ki, Avropa ölkələrində elm, təhsil, səhiyyə güclü inkişaf etmişdir. Məsələn, biz də Avropa ölkəsi hesab edilir. Amma bizdə deyək ki, elm, təhsil, səhiyyə güclü inkişaf etməyib. Ona görə birinci fikir səhv. O cümlədən ikinci fikirdə yazıb ki, Amerikada əhalinin yaşayış səviyyəsi yüksəkdir. Burada isə mətndə Amerikada demir, Amerika Birləşmiş Ştatları deyir. Amerikada da çoxlu dövlətlər var. Onların hamısında əhalinin yaşayış səviyyəsi yüksək deyil ki, orada Braziliyası var, Meksikası var və digərlər. Demək, birinci və ikinci fikirlər səhvdir. Ölkələr həyat səviyyəsinə görə 3 qrupa bölünür. Burada yazıb yüksək olan, orta səviyyədə yaşayan və həyat səviyyəsi aşağı olan qruplara ayrılır. Deməli, üçüncü fikir doğrudur. Həyat səviyyəsi isə elm, təhsil səviyyəsinin, həyat səviyyəsi ilə elm, təhsil səhiyyənin səviyyəsi düz mütənasibdir. Yazır ki, demək, bax, burada baxın, həyat səviyyəsi aşağı olan ölkələrdə isə əhalinin əksəriyyəti yoxsuldur. Və həyat səviyyəsi yüksək olan ölkələrdə elm, təhsil və səhiyyə güclü inkişaf etmişdir. Demək, həyat səviyyəsinin yüksəkliyi ilə elmin, təhsilin, səhiyyənin yüksəkliyi düz mütənasibdir. Yəni, düz gəlir, uyğun gəlir. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.